Değerli mühterem Müslümanlar, öncelikle öz nəfsimə, sonra hər bizə Allah'tan qorxmağı tövsiyə edirəm. Çünki Allah qatında ən dəyərli olan Allah'tan ən çox qorxandır. Məhz buna görə uca Allah öz kitabında buyurmuşdur ki, İnne akramakum indallahi etkakum. Allah qatında sizin ən dəyərli olanınız Allah'tan ən çox qorxanızdır. Ona görə də Allah'tan qorxmaq lazımdır. Və Allah'tan qorxmaq, yəni təqvalı olmaq, yalnız Allah'ın əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə olur. Dəyərli müsəlmanlar, bugünkü xutbənin yəni mövzusu Allah Rasuluna sallallahu aleyhi və səlləmə salavat gətirməyin fəziləti barəsində olacaqdır. Təəssüflər olsun ki, bəzi müsəlmanlar istər cümə günlərində, istər də qeyri-cümə günlərində Allah Rasuluna sallallahu aleyhi və səlləmə salavat gətirməyi dillərinə alışdırmırlar. Ha belə onun adı zikr olduğu zaman Allah Rasulü sallallahu aleyhi və səlləmə salavat gətirmirlər. Halbuki uca Allah öz kitabında buyurmuşdur ki, həqiqətən Allah mələkləri və peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər, siz ona salavat gətirib laqincə salamlayın. Abu Aliyə rahimehullah buyurur ki, uca Allahın salavat deməsi, yəni uca məqam sahiblərinin, yəni mələklərin yanında tərifləməsidir. Mələklərin salavat etməsi isə ona dua etməsidir. Və uca Allah möminləri əmr edərək salavat gətirməyi təşviq etmişdir. Və buna görə də bu salavat gətirmək necə böyük bir fəzilətli əməl olduğunu göstəricisidir və dinimizdə necə əhəmiyyətli bir əməl olmasını göstərir. Məhz buna görə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Əksirus salata aleyyə fə innəllaha vəqqələ bi mələkən ində qabri fə izə sallə aleyyə rəculun min ümməti qalə li zəlikəl mələk ya Muhammed İnnə fulən əbnə fulən sallə aleykəsə. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, mənə salavat etməyi çoxaldın. Çünki Allah qəbrimin yanında bir mələk müvəkkil etmişdir. Ümmətimdən bir insan mənə salavat edərsə, mələk onu mənə deyər, ey Muhammed, filan kəs oğlu filan kəs sənə bu saat salavat gətirdi. Dəyərli qardaşlarım, bu hədis şərəf olaraq müsəlmana yetər. Fəziləti böyük olduğunu kifayət edər ki, Allah Rasuluna sallallahu aleyhi və səlləmə müsəlmanın adı və atasının adı zikr olunur. Və bu səbəbdən də İmam Saxavi rahimehullah buyurur ki, Allah Rasuluna sallallahu aleyhi və səlləmə salavat gətirmək əməllərin ən bərəkətlisi, ən üstünü və dünya və axirətdə ən çox fayda verənlərdəndir. Həmçində İbn Qeym rahimehullah buyurur ki, əgər qul nəfəslərinin sayı qədər Allah Rasuluna sallallahu aleyhi və səlləmə salavat gətirərsə, yəni onun haqqını ödənmiş sayılmaz. Həmçinin Allah Rasulü sallallahu aleyhi və səlləm adı zikr olduğu zaman ona salavat gətirməyən kəsi məzəmmət edərək demişdir ki, yanında adım zikr olduğu zaman mənə salavat gətirməyən kimsənin burnu yenə sürünsün. Həmçində demişdir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm Əl-bəxilul-ləzi mən zikirtu indəhu fələm yüsəlli aleyyə. Paxıl o kəsdir ki, yanında zikr olduğum zaman mənə salavat gətirməz. Həmçinin də Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kim ona salavat gətirməzsə, cənnət yolundan yayınmışdır. Buyurmuşdur ki, mən zikirtu indəhu fələm yüsəlli aleyyə fəqat xatiyyə tariqal cənnəh. Buyurmuşdur ki, yanımda adım zikr olduğu zaman mənə salavat gətirməyən kimsə cənnətə gedən yoldan yayınmışdır. Məhz buna görə Şeyx Salih Lüheydan rahimehullah buyurmuşdur ki, Allah Rasuluna sallallahu aleyhi ve səlləmə adı zikr olduğu zaman ona salavat gətirməmək, onun haqqına qarşı ədəbəsizlik və həmçinin uca Allahın əcrinə laqitlik və xəsislikdir. Həmçinin də
İbn Seymin rahmetullahi aleyh buyurmuştur ki, mən zənn etmirəm ki, Allah və Rasulunu bir insan sevsin, əbədi olaraq ona sallallahu aleyhi və səlləmə salavatı tərk etsin. Həmçinin də Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, mə min əhədin yusallimu aleyyə illə raddallahu aleyyə ruhi həttə ruddəl aleyhissalam. Buyurmuşdur ki, kim mənə salam verərsə, salamını almaq üçün Allah ruhumu mənə qaytarar. Dəyərli müsəlmanlar, bu da necə bir fəzilətli əməl olduğunu göstəricisidir və müsəlmana bir şərəf olaraq yetər ki, Allah Rasulü sallallahu aleyhi ve sellemə salavat gətirsin. Məhz buna görə İbn Ata rahimehullah buyurur ki, kim çoxlu oruç tuta bilmirsə, kim çoxlu namaz qıla bilmirsə, nəfsini Allah Rasulü sallallahu aleyhi ve sellemə salavat etməklə məşğul etsin. Həmçinin də Allah Rasulü sallallahu aleyhi ve sellem buyurmuşdur ki, Heysuma kuntum fasallu aleyyə fe inna salatakum tabluğuni. Buyurmuşdur ki, siz harda olsanız, mənə salavat edin, çünki sizin salavatınız mənə çatır. Və digər hədisdə Allah Rasulü sallallahu aleyhi ve sellem buyurmuşdur ki, doğrudan da Allahın yer üzündə gəzib dolaşan mələkləri vardır ki, ümmətimdən mənə salamı çatdırırlar. Ona görə də dinimiz, şəriətimiz hər bir müsəlmanı, hər bir zaman, hər bir vaxt ona salavat etməyi təşviq etmişdir. Və digər hədisdə Allah Rasulü sallallahu aleyhi ve sellem buyurmuşdur ki, kullu duayn mahcubun hatta yusalli alən nəbi. Buyurmuşdur ki, Allah Rasulü sallallahu aleyhi ve sellem Peyğəmbərə sallallahu aleyhi ve sellemə salavat edilmədikcə hər bir dua ilə Allah arasında bir pərdə vardır. Və Şeyx Hüseymin rahmetullahi aleyhi buyurur ki, əgər bir qul hər bir duasında Allah Rasulunu sallallahu aleyhi ve sellem salavat etməyi əlavə edərsə, səhih hədisdə gəldiyi kimi olar. Allah Rasulü sallallahu aleyhi ve sellem buyurmuşdur ki, dünya və axirət ehtiyacları ödənər, üstəlik də günahları bağışlanar. Həmçinin də Allah Rasulü sallallahu aleyhi ve sellem cümə günü xüsusi olaraq ona salavat etməyi təşviq etmişdir və onu insanlar ona yönətmişdir. Və buyurmuşdur ki, əksuru salatu aleyyə yevməl cumuati və leylətir cumuati fəmən salli aleyhə salatan sallallahu aleyhə əşra. Buyurmuşdur ki, cümə günü və gecəsi mənə salavat etməyi çoxaldın. Kim mənə bir salavat edərsə, uca Allah ona 10 salavat edər. Və digər hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, o gün, cümə günü mənə salavat deməyi çoxaldın. Həqiqətən də sizin salavatınız mənə ərz olunur. Onlar dedilər, yəni sahabələr, ey Allahın Rasulü, sən vəfat etdiyin halda, sən torpaq olduğun halda, səndən heç bir şey qalmadığı halda salavatımız sənə necə ərz olunur? Allah Rasulü sallallahu aleyhi və səlləm buyurdu ki, uca Allah yerə peyğəmbərlərin cəsədlərini yeməyə haram etmişdir. Həmçində Şeyx Süleyman Ruheyli Hafizullah buyurur ki, cümə günü edilən salavat da və digər günlərdə edən salavatın arasında böyük fərq vardır. Cümə günü ediləndə salavat, müsəlmanın salavatı Allah Rasuluna sallallahu aleyhi ve sellem birbaşa çatdırılır, birbaşa ərz olunur. Amma digər günlərdə isə Allah Rasuluna sallallahu aleyhi ve sellemə mələklər vasitəsilə çatdırılır. Bu da cümə günü edilən salavatın böyüklüyü və necə fəzilətli olduğunun göstəricisidir. Həmçinin də Ali radiyallahu anhundan rəvayət olunur ki, Peyğəmbərimizə sallallahu aleyhi ve sellemə çoxlu salavat deyən kəsin üzü qiyamət günündə çox gözəl və parlaq olacaq. Ha belə insanlar görərsən bu insan dünyada ikən hansı əməl edirdi deyə bir-birlərindən soruşacaqlar. Həmçinin də Şeyx Süleyman Ruheyli Hafizullah buyurur ki, cümə günü bir dəfə Allah Rasuluna sallallahu aleyhi ve sellemə salavat etdikdə Allah səni uca toplum arasında 10 dəfə tərif edər. Və sən Peyğəmbərin sallallahu aleyhi ve sellem haqqının bir qismini yerinə yetirmiş olarsan və sənin salavatın da ona ərz olunar. Sənin 10 dərəcən artar və sənin 10 günahın silinər, sənə 10 savab yazılar. Əgər dua etsən sənə cavab verilər, nemətlərdə sənin üçün bərəkət verilər. Qəlbinə rahatlıq gələr, əgər salavatı artırsan sənə qat-qat verilər. Həmçinin də Allah Rasulü sallallahu aleyhi ve sellem buyurmuşdur ki, Əvlən nəsi bi yevməl qiyaməti əqsaruhum aleyyəs salah. Buyurmuşdur ki, qiyamət günü mənə ən yaxın olan insanlar mənə ən çox salavat gətirənlərdir. Və həmçinin İbn Qeym rahimehullah buyurmuşdur ki, Allah Rasuluna sallallahu aleyhi ve sellemə salavat gətirməyin səmərələrindən biri odur ki, insanın sırat köprüsünün üzərindən keçəndə ayağının sabit qalmasına və onun üzərindən keçməyə səbəbdir.
Həmçində İbn Əl-Cəvzi rahimehullah buyurmuşdur ki, ey müsəlman toplusu, seçilmiş peyğəmbərə sallallahu əleyhi və səlləm çoxlu salavat etməklə cəhənnəm əzabından qorunun və bellərinizdə daşıdığınız günahların ağırlığını yüngülləşdirin. Həmçində rahimehullah buyurmuşdur ki, bilin ki, Allah sizə rəhm etsin. Ağamız Muhammedə sallallahu aleyhi ve sellemə salavat etməkdə 10 kəramət vardır. Birinci, Cabbar Məlik Allahın salavatı, yəni tərifləməsi. İkinci, seçilmiş peyğəmbərin şəfayəti. Üçüncü, itaatkar mələkləri nümunə götürmək. Dördüncü, kafirlərə və münafiqlərə müxalif olmaq. Beşinci, günahların və xətaların silinməsi. Altıncı, istəklərin və ehtiyacların ödənməsi. Yeddinci, daxilin və aşkarın durlanması. 8-ci, həlak diyarın, yəni cəhənnəmin azabından qurtuluş. 9-cu, qara və rahatlıq diyarına, cənnətə daxil olmaq. 10-cu isə Qaffar və Məlikin Allahın salamı. Dəyərli müsəlmanlar, Allah Azza Cəllə dua edirəm ki, uca Allah bizi həqiqi Peyğəmbərə sallallahu aleyhi ve sellemə tabi olan qullardan etsin. Bizi daima ona, dilimizlə daima ona salavat edən qullarından etsin. Allah subhanahu teala bizim müsəlman bazı qardaşlarımızın günahlarını bağışlasın. Xəstə olan müsəlman bazı qardaşlarımızı şəfa versin. Həmçinin uca Allah bizə, bütün xalqımıza, millətimizə hidayət etsin. Həmçinin də Allah Azza Cəllə xalqımızı, millətimizə əmanlıq nemətini daim etsin, sabit etsin. Və bizi daima tövhid üzərində etsin. Ömrümüzün sonunda da la ilahe illallah deməyi nəsib etsin. Vallahu a'lə və aləm. Və sallallahu alə nəbiyyinə və səlləm.